Amerikada olarkən deməli belə bir qayda var ki, orada sən xarici sürücülük vəsiqəsindən bir ay sürə bilərsən. Bir aydan sonra gedib Amerikan vəsiqəsi almalısan. Burada da bizdə də elə bir qayda var. Və elə oldu ki, mən getdim orada yazıldım və imtahan verməyə getdim. Deməli imtahandan qabaq orada mənə göndərdilər testləri, YouTube-da var. Girdim, oxudum hamısını və baxıram ki, suallar çox məntiqlidir və asandır. Hər şey məntiqə bağlıdır və sualların deməli 50 sualı idi, ondan 40-ına cavab verirsənsə keçirsən də. Və suallara baxıram ki, orada əsasən yol mədəniyyəti barədədir. Bir-birinə necə yol vermək olar? Məsələn, göstərir ki, sən şose ilə gedirsən və kimsə dönmə işığını yandırıb sənin zolağına keçmək istəyirsən, nə edəcəksən? Testdir. Sürəti artırıb keçəcəksən ki, o keçsin. Siqnal verəcəksən ki, dayan mən keçim, sonra keçib və yaxud da ki, sürəti azaldacaqsan ki, və ona işarə edəcəksən ki, çox rahat həmin sənin zolağına keçə bilsin. Üçüncü cavab düzdür. Yəni, təhlükəsizlik və mədəniyyət sualların əsası.